Nəhayət ki, cənab prezident İlham Əliyev Azərbaycanda olan vəziyyəti açıq-aydın etiraf eləyib. Halal olsun. Şükür sənə, ay Allah, çox şükür. Prezidentimiz haqq yoluna gəlir. Hal-hazırda diktatura hökm sürür. Bu qaçılmaz faktdır. Siyasi oponentlər təqib olunur, həbs olunur. Konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Deməli, hakimiyyət bölgüsü tamamilə pozulub. Qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə hüquq sahəsi artıq bir adamın əlindədir, bir alət. Və bu diktatura möhkəmlənir. Və eyni zamanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alır. Ondan sonra zəngin iş adamlarına qarşı cinayət işləri açılır. Sonra da onlar məcbur edilir ki, onlar bir fond yaradıblar. O pulları köçürsünlər fonda. O fonddan da bunlar çəkilir, mənimsənilir. Və onun yaxın qohumları, onun ətrafı bir rüşvətxorluq rəmzinə çevrilib.